insanın başına müsibət də gələndə onun içərisində gözəlliyi görməlidir ki, xanım Zeynəb salamun əleyha deyir ki, biz orada gözəllikdən başqa bir şey görmədim. Bəla insanın içərisində olan istedadı üzə çıxartır. Bu imtihan deyilən ki şey var, bizim etdiyimiz imtihan, bilmədiyimizi öyrənməkdir. Birini imtihan eləyirik ki, içində nə var, nə yox. Bütün bu problemlərin içərisində əgər mən rüşd eləsəm, təəccüblü bir şey yoxdur. Bir dənə səbəb var. Bütün bu qədər problemlərə rəğmən mən nə etmişəm? Xidməti Piri Muğanım. Pir Muğanın xidmətçisiyəm. Əli əleyhissalamın mən xuddamıyam. Mənim mürşidim odur. Mən onun müridiyəm və əgər məqsadına çatsam, heç kim təəccüb eləməsin. Kim onun qapısına yetsə, əli boş geri gəlməz. İnsan da öz içərisində çək-çövür eləməlidir. Daxilində oyaq qalmalıdır ki, yaxşını pisi içərisindən ayırmalıdır. Yəni, qəflətdə olmamalıdır. Pisliklərdən geri qırılasan ki, yaxşılığa doğru gedəsən. Pisliyi özünlə yaxşılığa doğru apara bilməyəcəksən. Bu mümkün olan bir şey deyil. Çünki pislik səni qoymayacaq yuxarıya qalxmağa. Bir insanın rüşd eləməyi üçün, müəyyən yerə yetişməyi üçün mütləq ona nə lazımdır? Murşid lazımdır, yol göstərən lazımdır. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxşı verilişinin yeni buraxılışında xoş gördük. Biz adətən ənənəmizə sadiq qalaraq yenə dəyərli ruhanimiz, ustad şair Axund Azərlə bir yerdə Məhəmməd Füzuli yaradıcılığında növbəti qəzələ Axund Baxşını sizə təqdim edəcəyik və yeri gəlmişkən dəyərli ruhanimizi salamlamaq istəyirəm. Hacı, salam. Aleykümselam. Necəsiniz? Allah razı olsun. Xoş gəlmişsiniz. Çox sağ olun. Hacı, inşallah keçək qəzələ, sizin qiraətinizdə dinləyək, sonra isə baxışınızı bir yerdə. Hər zaman mənzur bir şuxi sitəmkərdir mənə. Harda olsam bir bəla həqdən müqəddərdir mənə. Ol xəmi əbruyə qılsam səcdə hər saat nola. Qiblə ilə ol xəmi əbru bərabərdir mənə. Qəm deyil cismimdə gər səngi məlamət zəxmi var. Şəhneyi bazar sevdayəm, bu zivərdir mənə. Gözdə xunalüdə peykanın xəyalı ilə xoşam. Hər biri güya ki bir bərqi gülü tərdir mənə. Zəxmələrdən min ağız açdı ədayı şükrəkim. Hər oxum bir neyməti qeyri mükərrərdir mənə. Əql-i irşad ilə bulmaq kam mümkündür. Vəli dam rah ola həlqəyi zülfi müəmbərdir mənə. Əxtəri bəxtim və balın gör ki ol məhdən gələn mehrlərdir özgəyə, cövri cəfalərdir mənə. Füzuli mənzili məqsudə yetsəm, nə əcəb xidməti Piri Muğan irşadı rəhbərdir mənə. Burada bir şuxi sitəmkər, yəni əziyyət verən, sitəm əziyyətdir də, sitəmkər əziyyət verəndir. Şux gözəl mənasındadır. Bir gözəl əziyyət verən, sitəm verən daim mənə mənzurdur. Nəzarət altına alıb mənə. Daim baxır mənə. Hər zaman mənzur bir şuxi sitəmgərdir mənə. Harda olsam bir bəla haqdan müqəddərdir. Müqəddər, qədər sözündəndir, ölçülüb, biçilib yəni mənim üçün. Harda oluramsa olum, məni bəla ardımcadır, gəlir
sanki məni izləyən var, mənə nəzarət eləyən var, bir şuxi sitəmkar mənə daim bəla nazil edir. Bu haqda biz dəfələrlə danışmışıq. Dərd, bəla, aşiqin bu yolda getmək üçün yanacağıdır. Bəla bir şeyi köhnətməyə deyirlər də, imtahan bələyə. Bir şeyi köhnətmək. Bəla insanın içərisində olan istedadı üzə çıxartır. Bu imtihan deyilən ki şey var, bizim etdiyimiz imtihan, bilmədiyimizi öyrənməkdir. Birini imtihan eləyirik ki, içində nə var, nə yox. Allahın etdiyi imtihan bilmədiyini öyrənmək deyil. Əksinə, yaratdığı varlığın içərisində olan istedadı üzə çıxartmaq üçün o cilalayırlar bir şeyi ya. Məsəl üçün, buğda dəyirmanda əzilməsə, un olmaz. Ona görə mən harda olsam deyir, bəla mənim ardımca gəlir. Sanki bir dənə şuxi sitəmkar, yəni cəfa verən bir gözəl məni nəzarət eləyir. Deyir, ol xəmi əbruya qılsam səcdə hər saat, nola, xəm əyridir, əbru qaşdır. Ol qaşı əyriyə hər saat səcdə eləsəm, nə var ki burada, nola, nə var burada? Qiblə ilə ol xəmi əbru bərabərdir mənə. Necə ki, qibləni bildirən mehrab əyridir, qaşa oxşayır, hər üçün qiblə ilə o elə eyni bir şeydir. Bu hansısa bir maddi varlıqdan getmir söhbət. Məlum məsələdir ki, hansısa bir qadından danışmır Füzuli. Bu haqda biz dəfələrlə danışmışıq ki, Füzulinin yaradıcılığı irfani ədəbiyyatdır bu. Yəni, qaşda olan əyriliklə, mehrabda olan həmən o əyrilik işarə ki var, onlar mənim üçün deyir, elə bərabərdir. O da yəni pənah aparılan yerdir, bərabər deyəm, bu da pənah aparılan yerdir. Qiblə sözü, yəni pənah aparırsan ora. Ora, daha doğrusu, Allaha pənah aparılan yerdir qiblə. Və həmçinin də onun adlarının da biri nədir? Mehrabdır. Allaha ki, pənah aparmaq üçün mütləqdir ki, şeytanla nə eləyəsən? Hərb elan eləyəsən, müharibə eləyəsən. Yəni, şeytandan gərək, şeytan deyəndə ki, pisliklərdən gərək qırılasan ki, yaxşılığa doğru gedəsən. Pisliyi özünlə yaxşılığa doğru apara bilməyəcəksən. Bu mümkün olan bir şeydir. Çünki pislik səni qoymayacaq yuxarıya qalxmağa. Gərək bunlarla qırılasan, ona görə hələ Bismillahdan əvvəl müstəhəbdə əuzu billah demək. Əuzu yəni sığınıram Allaha. Əuzu billah. Sığınıram Allaha. Kimdən? Minəş şeytan. Dalıcan nedir? Racim, qovulmuş. Şeytandan qırılmağın iki yolu var. Allaha ümidlə, şeytana qəzəb. Allaha arxalanasan, şeytanasa ancaq şeytana qarşı heç vaxt gərək mülayim rəftar eləməyəsən ki, mən də oyun oynayayım, o şeytana papış tikdirmək falan belə olmaz. O səni aldadacaq. Onun əvvəlindən şərti budur ki, yaxın buraxmayasan, ciddi yanaşasan ona və qəzəb göstərəsən. Racim ona işarədir. Racim sözü yəni bir şey daşqalaq eləməkdir də. Amma Allaha isə nədir? Ümid kəsilməz. Qiblə Allaha pənah aparılan yerdir. Həmçinin də onun adı nədir? Mehrabdır. Yəni şeytana hərb. O da qaşa oxşadıldığına görə deyir, mənim üçün onun fərqi budur ki, fərqi yoxdur, bərabərdir. Amma burada bir dənə məsələ var. Bizim dediyimiz o məsciddə olan qiblə, mehrab, bu belədir ki, konkret bir vaxtlar var da, vacib namazlar var, müstəhəb namazların da öz vaxtları var. Amma bu fərqli bir qibləgahdır ki, hər saat ona neynirəm? Mən səcdə eləyirəm. Çünki artıq bu bir var ki, iş feildir. Bir var əməli, əməllə, hərəkətləndir.
Namaz hərəkətlə olandır. Bir də var ki, hal. Feil nə edilir? Hər bir varlığın hal və hərəkətin bildirir. Feil. Hal və hərəkətin. Mümkün də hərəkət yoxdur, amma hal var. Bu həmən o haldır ki, ol xəmi əbruya qılsam səcdə hər saat. Ola, qiblə ilə ol xəmi əbru bərabərdir mənə. Burada özdə mehrab demir, amma səlsin qiblə deyir. Düzdür, fərqi yoxdur. Amma qiblə deyən kimi bilinir də nədən gedir söhbət. Orada konkret vaxtlar var, namaz qılmağın vaxtları var. Burada isə bu hal olduğuna görə, o haldan heç vaxt dönmərəm, necə Seyyid Əzim deyir ki, qiblədən dönnəm, Əliyyəl Murtəzadan dönmərəm, qiblədən dönmək mümkündür, belə dönərsən, həyatda da görürsən, bir iş görürsən, arxası qibləyə ola bilərsən. Amma çünki o nədir, orada hərəkət var, namazda hərəkət var, namaz vaxtında dönə bilməzsən qiblədən. Amma bir şey var ki, sənin bu halındır, o hal həmişə səninlədir. Ona görə də, bəli, Əliyə sevgi hallandır. Mən demirəm, amma bu Əli əleyhissalama işarə vurur. Söhbət ondan görə misal kimi çəkdim. Mən Seyyid Əzimdən bunu misal kimi çəkdim. Sadəcə olaraq burada onu bildirir ki, mənim zatən halım budur. Mənim üçün yarın əyri qaşları hələ qiblədir və hər saat də ona itaat eləsən burada problem yoxdur. Qəmdəgil cismimdə gərsəngi məlamət zəxmi var. Problem deyil, qəm deyil ki, əgər mənim cismimdə nə var? Səngi məlamət. Məlamət tənədir, səngi daşdır. Tənə daşları ki, atırlar, aşiqə tənə eləyirlər, o mənə tənə daşları ki, gəlir, deyir. Onun yaraları ki var, zəxm yaradır. Bu qəm deyil mənim üçün. Niyə görə? Səbəb nədir? Sonradan açıqlama verir. Deyir, şəhni bazar sevdayam. Bu zivərdir mənə. Mən sevda bazarının, yəni eşq bazarının darğasıyam. Bəli, qarolçusuyam. Bu mənim üçün əslində bir zivərdir, bərbəzəkdir mənim üçün. Yaxşı, niyə görə lap darğa da olsun, sən lap qarolçu da olsun bazarda. Bazarda qarolçu gecələr olur da. Bazarın darğasıyam mən. Mənim üçün bu yaralar əslində nədir? Bir zivərdir, bir bəzəkdir. Burada nə incə məsələ var? İncə məsələ bundan ibarətdir ki, darğanın işi, yəni qarolçunun işi nədir? Oranı qorumaq, mühafizə eləmək və oyaq qalmaq. İnsan da öz içərisində çək-çövür eləməlidir. Daxilində oyaq qalmalıdır ki, yaxşını pisi içərisindən ayırmalıdır. Yəni, qəflətdə olmamalıdır. Necə ki, qarolçu da gecəni yatmamalıdır. O nağıllarda zətdə var, yatmamaq üçün igid adamlar kəsərdilər əllərini, duz tökərdilər ki, o yara incisin, onu qoymasın yatmağa. Ona görə deyir, mənə tənə daşları deyir ki, yaralar əmələ gəlir məndə. Bu yaralar mənim üçün pis bir şey deyir. Mən gecələr oyaq qalmalıyam, bu yaralar kömək eləyir, bu yaranın ağrısı mənim gecə oyaq qalmağıma kömək eləyir. Şəhni bazarı sevdayam, sevda bazarının qarolçusuyam mən, eşq bazarında qarolçuyam mən. Mən oyaq qalmalıyam, mən yatmamalıyam. O yatmamağıma da kömək eləyən nədir? Tənə daşlarının yaraları. Gözdə xunaluda peykanın xəyalı ilə xoşam. Hər biri güya ki, bir bərgi gülü tərdur mənə. Mənim gözümdə qana bulaşmış sənin peykanların var. Mən bu xəyalla xoşam. Onlara baxıb xəyal eləyirəm. Bu peykandır ya əslində. Peykandır. Mənə gəlib deyib, məni incidir. Amma mən bunun xəyalı ilə xoşam. Xəyal eləyirəm. Neyi xəyal eləyirsən? Peykan deyib baxı sənin gözlərinə. Deyir ki, onların hər biri güya ki, elə hesab eləyirəm. Xəyal, burada güyat da. Xəyal, güya. Oturur bir-birinin üstünə. Xəyal ilə xoşam.
hər biri güya ki bir bərgi gülü tərdir mənə. Mənim üçün bir gül yarpağıdır filandır. Bu bəli, təzə gülün yarpağıdır mənim üçün. Bu cür nə xəyal edirəm. Necə ki peykanın ucu ki danışmışdıq, üçbucaq olur. Yarpağa da oxşayır da. Hə, yəni baxmayaraq ki mənə vurulan bu oxlar, bu tikanlar bu formadadır. Qan içərisində falan, yenə də mən amma niyyətimi nəyə qoyuram? Yaxşılığa qoyuram ki, bu özü bir dənə fəlsəfi baxışdır Füzulidə ki, daha doğrusu bir irfani bir baxışdır ki, insanın başına müsibət də gələndə onun içərisində gözəlliyi görməlidir ki, xanım Zeynəb salamlı aleyha deyir ki, biz orada gözəllikdən başqa bir şey görmədim. Həmən məsələdir ki, mənim başıma nə gəlirsə, ona ancaq gözəllik kimi xəyal eləyirəm. Oxların o peykanını belə gülün yarpağına bənzədirəm. İnsanın başına nə gəlirsə, hansı bəla gəlirsə, insan bilməlidir ki, bu yaxşılığa doğrudur. Bu yaxşılığa xidmətə. Bu şərtlə ki, düzgün yerdə dayansın, düzgün mövqeydə olsun. Bu şərtdir ya. Əvvəl sənin mövqeyin, getdiyin yolu bilməlisən, düzgün yoldasan. Bundan əvvəl də eşq yolu üçün nə deyir? Füzuli deyir ki, həqiqət yolu elə eşq yoludur. Mən düzgün yoldayam və düzgün varlığa aşiq olmuşam. Əgər düzgün yoldayamsa, düzgün varlığa aşiq olmuşamsa, artıq ondan gələn oxlar da mənim üçün güldür, çiçəkdir, mənim üçün hər şey əladır. Təki mən düzgün mövqeydə olum, düzgün varlığa aşiq olum, ondan sonra qalan şeylər əladır. Necə ki Allah Teala zövq-i səfani, cövr-i cəfani, bunlar ayrı-ayrı xəlq eləməyib. Allah Teala bunların hamısını bir-birinin içində yaradıb. Minəz zulümatı ilə nurdur. Minən nuru ilə zulümatdır. Bunlar qarışıqdır bir-birinə. Ki, sən gələsən, biraz ondan götürəsən, biraz ondan götürəsən. Yox, açıq büfet deyil, belə bir şey yoxdur. Bunlar bir-birinin içərisindədir və sənin tutduğun mövqeydən asılıdır ki, sən gələsən həmən onu, o cövr-i cəfani elə həzm eləyəsən ki, onu çevirəsən nəyə? Zövq-i səfaya. Bəzən görürsən ki, heyvanın peyini belə nəyə xidmət eləyir? Hansısa bir meyvənin şirinliyinə xidmət eləyir. Gərək onun yolunu tapasan və o sənə ox vurursa, bunun içərisində bir vəhşət varsa, mütləq bir gözəllik də var ki, Füzuli onu görə deyir ki, gözdə xunaludə peykanın xəyalı ilə xoşam, hər biri güya ki bir bərgi gülü tərdir mənə, zəxmilərdən min ağız açdı ədayı şükrə ki, hər oxum bir neyməti qeyri mükərrərdir mənə. Zəxmilərdən, yaralardan min dənə ağız açdı. Həmin o yaralar var, min dənə ağız açıb o yaralar. Ədayı şükrə ki, şükr ədasına. Şükr eləmək üçün hər yaram bir ağız açıb, Allaha ki, şükür. Hər oxum bir neyməti qeyri mükərrərdir mənə. Neymət neymətdir, mükərrər təkrar olundu, təkrar olunmayan, qeyri mükərrər təkrar olunmayan deməkdir. Sənin hər bir oxun təkrar olunmayan bir nədir, mənim üçün neymətdir. Və nə qədər ki, yaralarım var, hər bir yaradan bir şükür ədası lazımdır ki, yaxşı ki, mənim başıma bu iş gəldi. Yaxşı ki, bu ox mənə dəydi ki, buradan deyir, həmən o yaralardan yara nəzzarə eləmək olsun, yara baxmaq olsun. Əql-i irşadı ilə bulmaq kamı mümkündür. Vəli, bir də əmma var. Vəli, yəni əmma. Bu işin əmması var. Əqlin irşadı ilə, əql səni rüşd elətdirər, mümkündür kama çatdırmaq. Amma bir dənə problem var. Nədir o problem? Dam-ı rah, yolun tələsi. Dam tələdir. Rah yoldur. Dam-ı rah, yəni yolda olan tələ, ol həlqəyi zülfi müəmbərdir mənə. Bu da həmən şeydir ya. Aqlın irşadı ilə gedmək olar, gedə bilərsən.
Ancaq burada bir məsələ var, bir problem var ki, yolda bir tələ qurulub. O tələdə zülfi, hələqə-i zülfi, əmbər, yəni əmbər saçan, əmbər iyi verən. Zülf saçdı, hələqə də saçın, o hələqələri ki, müşk iyi verir ha. Bu yolda mənim üçün nədir? Bir tələdir. Kəsə bilmirəm. Neylə keçə bilmirsən? Əqllə keçə bilmirsən. Əql bu yolda əqlin atı rol oynamır. Bu yol qəlbi gedir. Çünki əqlin o qanun qaydaları ki var, eşqdə keçmir bu. Eşq məsələlərində bu keçməz. Əqlin dediyi bir başqadır. Əqldə bir məntiq var. Əqldə mütləq bir tədbir var. Amma eşqdə bu məsələ, bu məntiq keçmir. Eşq məntiq qəbul eləməz. Əql işləyir, eşqə gəlib çatana qədər. Deyir ki, mən ağılla iş görə bilərdim. Amma gəlir, zülfə gəlib çatanda orada tələlər çoxdur. O imkan vermir mənə. Bu yolda da tələlərin olması üçün nə lazımdır? Axı, burada irşaddan gedir söhbət, rüşd eləməkdən gedir söhbət. Mütləqdir ki, nəyə ehtiyac var? Mürşidə. Bir insanın rüşd eləməyi üçün, müəyyən yerə yetişməyi üçün mütləq ona nə lazımdır? Mürşid lazımdır, yol göstərən lazımdır. Necə ki, biz orada gəlir kəsmə, ey könlüm quşi, qafil fəzai eşqidə. Eşqin fəzasında qəflətdə gəzmə. Çünki bu səhranın güzərgahlərdə min səyyadı var. Burada çoxlu tələlər qurulur, burada ovçular var. Bu yolu getmək ancaq mümkündür ki, mürşidə mürid olasan, gedəsən. Və bu yolun özünün qanunları var ki, burada bu yolu bilən adama, bu yolu əsas salan adama nə edəsən? Bağlayasan əqidəvi, iqtida eləyib, təslim olub getməlisən. Deyir, əxtəri bəxtim və balın, gör ki, ol məhdən gələn, əxtəri bəxtim və balın, gör ki, ol məhdən gələn. Sən mənim bəxtimin ulduzunun günahına bax, işinə gücünə bax ki, ol məhdən gələn, məh yəni aydır. Ona görə o bəxtinin ulduzundan şikayət edir ki, aynən ulduzu salsın ha bir yerə ya. Deyir, əxtəri bəxtim və balın ki, gör, günahın gör. Ki, ol məhdən gələn, o ay üzlüdən mənə gələn, mehrilərdir özgəyə, sevgilər özgəyə gedir. Cövri cəfalətdir mənə. Yəni, bütün sevgi, məhəbbəti başqalarına verir, ancaq mənə neyniyir? Cövri cəfa verir. Füzuli, mənzili, məqsuda yetsən, nə əcəb. Deyir, Füzuli, axı, burada bəyəxdən irşaddan, rüşddən, mürşiddən danışırdı. Bəli. Deyir, Füzuli, mənzili, məqsuda yetsən, məqsədimin mənzilinə yetsəm, nə əcəb. Əcəb burada, ümumiyyətlə, əcəb sözü, yəni təəccüb sözündəndir də. Təəccüb, əcəb. Yəni, təəccüblü deyil əgər mən məqsədimə çatsam. Və yaxdan bəxtindən şikayət eləyir, ha. Amma bütün bu bəlalar, ox bu yandan deyir, tənə daşı bu yandan deyir, nə bilim, bəxtindən, ulduzundan bu cür nə şikayət eləyir. Amma axırda bu qədər problemlərin içində deyir, Füzuli, mənzili, məqsuda yetsəm nə əcəb. Əgər mən məqsədimə çatsam, təəccüblü bir şey yoxdur burada. Niyə? Səbəb, deyir, xidməti piri muğan, irşad rəhbərdir mənə. Mürşid. Bəli, artıq mürşid. Ümumiyyətlə, İrfan ədəbiyyatında Piri Muğanın bir neçə mənaları var. Ən əsas mənasa Həzrət Əli əleyhissalama işarədir. Ki, Piri Muğan, yəni ümumiyyətlə meyxanənin sahibi. Meyxanə yəni məna aləmi. Meyxanənin sahibi. Necə meydən məqsəd nədir? Mey mayedir də. Bağdanı ki düzəltirlər, bağdanın içində meyə görə düzəltirlər. Mey hər bir şeyin mənası, necə ki, dünyanın mənası ondur, məsumdur. Pir meyxana məcazi mənada Əli əleyhissalama, yəni bütün klassik ədəbiyyatda belə ki, Əli əleyhissalama işarət deyir ki, bütün bu problemlərin içərisində əgər mən rüşd eləsəm, təəccüblü bir şey yoxdur. Bir dənə səbəb var. Bütün bu qədər problemlərə rəğmən mən nə eləmişəm? Xidməti Piri Muğanım. Piri Muğanın xidmətçisiyəm.
Əli əleyhissalamın mən xuddamıyam. Mənim mürşidim odur. Mən onun müridiyəm və əgər məqsədimə çatsam, heç kim təəccüb eləməsin. Kim onun qapısına yetsə, əli boş geri gəlməz. Hacı, sanki qəzəldə bu son beyt ki var idi, xidməti Pir Muğan, mənə elə bir təəssürat bağışladı ki, əvvəldən gələn o bəlalar ki sayır, o Bəli, hər tərəfdən problem var. xidməti Pir Muğanın çətinliyindən də danışır ki, yəni bu qapıda dayanmaq mütləq olmalıdır. İndi bir məsələ var da, orada olmasan da bu problemlər olacaq. Dünyada problemsiz adam yox da, bu problem onsuz da var. Amma hər kəs problemlərin həlli üçün nəsə bir şey axtarır. Harasa qaçır ki, problemi həll olsun. Elədir. Amma əslində bir dənə qapı var ki, bütün problemlər Babel-Həvaic deyərlər. Əhl-i-Beyt qapısıdır ki, o qapıya üz tutan problemlər artıq onun üçün çevrilir cövr-i cəfa, çevrilir zövq-ı səfaya. Məsələ budur. Bəli, gözəlliyə çevrilir. Bir də burada bir beyt ki var idi, əqillə kam mümkündür. Biz dedik ki, bir yerə çatandan sonra əqil öz belə əqil miniyini qoyur o qırağa, qəlblə davam eləmək. Bu deyir mümkündür. Niyə görə deyir mümkündür? Mümkün olardı. Dalıca bir də əmma deyir. Mümkün olardı, əmma, vəli. Bir şiarə qoyur orada, istisna qoyur. Çünki damərah, yolun tələsi Həlqə-i zülf. nədir? Həlqə-i zülf. Bu, yəni qeyri-ixtiyarlıdır da hacı. Yəni, əqil, biz bəzən elə bilirəm ki, cəmiyyətdə bu belədir ki, aşiq bir var əqlini qəlbi kör eləyib, o sevgisi kör eləyib. Sanki burada ixtiyar verirlər. Amma başa düşülən budur ki, bu qeyri-ixtiyarıdır. Sən istəsən də zaten əqillə gedə bilmirsən. Mümkün deyil bu yolu. Əqlin atı işləməz burada. Bu mümkün olan deyil. Çünki əql məntiqlə iş görür. Eşqdə məntiq qəbul eləmir. Mən həmişə bir dənə misal çəkmişəm. Bir balaca bir yörün əzilən kimi uşaq vaxtı sesun götürərdi aləmi. Amma o qədər sevgi ilə bir futbol oynayanda ayağın əzilir, kəsilir, onu hiss eləmirsən. Əqillə olsaydı əgər, hiss eləməliydim bunu. Qəlblə oldu. Eşq gəlir ki, onu əhatə eləyir, artıq eşqin yolu tam fərqlidir. Əqil hələ bir ki, bir piləkandır, gəlib bir yerə çatana qədər. Oraya ki, gəldin, çıxdın və aşağı düşmək də fikrin yoxdursa, artıq o sənə lazım deyil bu iş üçün. Bu iş üçün lazım deyil. O deməkdir, öyle hamısı dəli olursun. Yox, məsələ o deyil. Divanələrdə əqildə var. Bu etapdır da, bu əqlin işi iqaldır, cidardır. Bağlayır ayağı ki, çox uzağa getməyəsən. Və nəfsüvə uymayasan. Artıq nəfsüvə ayağının altına qoyandan sonra müəyyən işlər var burada da, amma əqlin işi deyil də bu. Qəlbin işidir. Bəli. Allah razı olsun. Allah kömürüsün. Allah sizə ömür versin hacı. Bu verilişlər, digər verilişlərimiz kimi xoş oldu. İnanıram ki, izləyicilərə də xoş təəssürat bağışlayacaq. Mən istəyirəm sizinlə hələlik sağollaşım. Sağ olun. Və əziz tamaşaçılar, biz növbəti verilişlərdə sizlə görüşmək ümidi ilə sağollaşırıq. Sağ və salamat qalın.